Salam, hər vaxtınız xeyir. Bugün yeni bir bölməyə başlayırıq. Yerin öz oxu ətrafında hərəkəti. Sual 1. A və B məntəqələri üçün fərqli cəhət. Baxaq, A variantı yerli vaxt deyir. Baxırıq, hər biri fərqli meridian üzərində yerləşir. Yəni, həm B, həm A fərqli meridiandadır. Buna görə də yerli vaxtları fərqlidir. Biz bilirik ki, bir meridian üzərində yerləşən məntəqələrdə yerli vaxt eyni olur. Ona görə A fərqli cəhətdir. Cavab A variantıdır, amma digərlərinə də baxaq. Şimal qütbündən olan məsafə. Şimal qütbündən olan məsafə eynidir. Ekvatordan olan məsafə də həmçinin eynidir. Günəş şüalarının düşmə bucağı biz bilirik ki, enliklər üzrə günəş şüalarının düşmə bucağı bərabər olur. Yəni 40 dərəcə üzərində yerləşən bütün məntəqələrdə günəş şüalarının düşmə bucağı eyni olur. Fərqli deyil yəni. Y-yə baxırıq. Cənub qütbündən olan məsafə də həmçinin eynidir. Ona görə variant 1-də A variantıdır. Sual 2. Bütün saat qurşaqlarında yerləşən materik. Bu Antarktida materikidir. Antarktida materiki bütün coğrafi uzunluqlarda yerləşdiyinə görə eyni zamanda da bütün saat qurşaqlarında yerləşmiş olur. Yəni 2-nin doğru cavabı B variantıdır. Sual 3. 21 mart tarixində aralarındakı məsafənin bir neçə 100 kilometr olmasına baxmayaraq, iki müxtəlif şəhər arasında saat fərqinin olmamasının səbəbi. A variantı eyni meridian üzərində yerləşirlər ifadəsi doğrudur. Ona görə biz A variantını götürürük. Bayaq da dedik, eyni meridian üzərində yerləşən bütün məntəqələrdə saat eynidir, saat fərqi yoxdur və ya yerli vaxt eynidir. B-yə baxaq, qonşu meridianlar üzərində yerləşirlər, ola bilməz. Qonşu meridianlar üzərində yerləşirlərsə, deməli saat fərqli olmalıdır. C, eyni yarımkürədə yerləşirlər, xeyr. Eyni yarımkürədə yerləşməyinin aidiyyatı yoxdur. D, eyni paralel üzərində yerləşirlər, yenə səhvdir. Hər ikisi ekvator üzərində yerləşirlər, yenə bu da səhvdir. Deməli, 3-ün doğru cavabı A variantıdır. Sual 4. 23 sentyabrda Londondan 5000 kilometr məsafədə yerləşməsinə baxmayaraq, A məntəqəsində yerli vaxtın Qreenwich vaxtı ilə eyni olmasının səbəbi. Bu da yenə oxşar sualdır. Eyni meridian üzərində yerləşmələridir səbəb, yəni 4-ün doğru cavabı B variantıdır. Heç digərlərinə baxmağa ehtiyac yoxdur. 5-ə baxaq, 16-cı saat qurşağı üçün qəbul edilən orta meridian. Deməli, biz ilk öncə nə edəcəyik? 16-cı saat qurşağı qərbdə yerləşdiyi üçün biz onu 24-dən çıxmalıyıq ilk öncə. Nə edirik? 24. Qərb yarımkürəsində həmişə biz 24-dən çıxırıq. 24 çıxılsın, 16 bərabərdir 8. Sonra orta meridianı biz tapmaq üçün təbii ki, 8-i vurmalıyıq 15 dərəcəyə. 8-i də 15-ə vuranda edəcək 120. Qərb uzunluğu təbii ki. 120 qərb uzunluğu cavab 5-də Y variantıdır. Keçdik 6-cı suala. 11-ci saat qurşağı üçün qəbul edilən orta meridian. 11-ci saat qurşağı biz bilirik ki, şərqdə yerləşir. Şərqdə. Ona görə elə birbaşa 11-i vurmalıyıq 15-ə. Amma qərbdə yerləşsəydi, təbii ki, ilk öncə 24-dən çıxacaqdıq. 11-i vuraq 15-ə, görək cavab nə edir? 11-i 15-ə vuranda 165 dərəcə şərq uzunluğu olmalıdır cavab. Yəni 6-nın doğru cavabı D variantıdır. Keçdik 7-ci suala. 13-cü saat qurşağı. Baxın, artıq 13-cü saat qurşağıdır. Artıq qərbə doğru keçdi. Yəni 12-yə qədər şərqdir. 12-dən üzü o tərəfə 24-dən qərb sayılır və qərbdə yerləşirsə, deməli biz 24-dən çıxmalıyıq. Çıxaq, 24 çıxılsın 13 bərabərdir 11. Yenə 11-i biz 15-ə vururuq. Bu da bərabərdir 165 dərəcə qərb uzunluğu. Baxırıq variantlara. 7-nin doğru cavabı A variantıdır. Keçdik 8-ci suala. Hansı paralel üzərində 222 kilometr məsafə daha çox yerli vaxt fərqi yaradır? Təbii ki, bu yüksək enliklər olmalıdır. Çünki biz bilirik ki, yer kürə formasında olduğu üçün ekvatordan qütblərə doğru getdikcə paralel çevrələrinin uzunluğu azalır.
Paralel çevrələrin uzunluğu azaldığı üçün qütblərə yaxın meridianlar arasında məsafə qısalır. Buna görə də vaxt fərqi meridianlar çox keçdiyinə görə daha çox olmuş olur. Hansı paralel üzərində nə deyir? 222 kilometr məsafə daha çox yerli vaxt fərqi yaradır. Bu təbii ki, qütblərə ən yaxın yerləşən enlik olmalıdır və bu verilənlər arasında qütblərə ən yaxın yerləşən enlik 80 dərəcə şimal enliyidir. Yəni 8-in doğru cavabı C variantıdır. 9-a baxırıq. Aşağıda verilən paralellərdən hansının üzərində 222 kilometr məsafə daha az yerli vaxt fərqi yaradır? Təbii ki, bu ekvatordur. Çünki ekvator bildiyimiz kimi ən uzun çevrədir. Buna görə meridianlar arasındakı məsafə daha uzundur və buna görə də ekvatordan meridian da həmçinin həmin məsafə üzrə, yəni 222 kilometr məsafə üzrə daha az keçmiş olacaq. Yəni daha az yerli vaxt fərqi yaranacaq. 9-un doğru cavabı C variantıdır. Sual 10. Yerin hansı nöqtəsində yeni ilin gəlməsini 24 dəfə qeyd etmək olar? Bu coğrafi qütblərdir. Təbii ki, coğrafi qütblərdən bütün meridianlar keçdiyinə görə yeni ilin gəlməsini 24 dəfə qeyd etmək olar. Onun doğru cavabı C variantıdır. Sual 11. Yeni sutkanın başlanması hansı saat qurşağından hesablanır? Bu 12-ci saat qurşağıdır. 180 dərəcəlik uzunluqdan hesablanır. 11-in doğru cavabı B variantıdır. Sual 12. Yeni sutkanın hesablanmağa başlandığı meridian bayaq dedik. Bu təbii ki 180 dərəcəlik meridiandan başlanır. Yeni sutkanın hesablanması 12-nin doğru cavabı D variantıdır. 13-ə baxırıq. 22-ci saat qurşağı üçün qəbul edilən orta meridian yenə qərbdə yerləşdiyi üçün həmin saat qurşağı biz 24-dən çıxmalıyıq. Çıxaq 24 çıxılsın 22 bərabərdir 2. 2-ni də vurmalıyıq 15 dərəcəyə. O da edəcək 30 dərəcəlik qərb uzunluğu. Cavablara baxırıq. 13-ün doğru cavabı C variantıdır. Keçdik 14-cü suala. Şimal qütb işıqlanma qurşağında yerləşən adalar. Şimal qütb işıqlanma qurşağı 66,5 dərəcə şimal enliyi ilə 90 dərəcəlik enliklər arasındadır. Buna görə də həmin enliklər arasında yerləşən adaları seçməliyik. A variantına baxaq. Şpitsbergen, bəli, şimal qütb işıqlanma qurşağındadır. Frans Yosif torpağı da həmçinin şimal qütb işıqlanma qurşağındadır. Ellsmir adası da həmçinin şimal qütb işıqlanma qurşağındadır. Elə doğru cavab 14-də A variantıdır. Sual 15. Yerin öz ox ətrafında fırlanmasının coğrafi nəticələri. A variantı. Gecə və gündüzün növbələşməsi, bəli. Lakin fəsillər bildiyimiz kimi yer günəş ətrafında hərəkət edərkən yaranır. Deməli, A variantı doğru deyil. B. Sutkanın dəyişməsi. Mussonlar bildiyimiz kimi illik fırlanma nəticəsində yaranır. Ona görə də B variantı da deyil. C. Qabarma və çəkilmə. Mussonlar yenə bu da deyil. D-yə baxaq. Havanın temperaturunun sutkalıq gedişi. Bəli, bu doğru cavabdır. Gecə və gündüzün növbələşməsi həmçinin hər ikisi də doğrudur. Yəni 15-in doğru cavabı D variantıdır. 16. Yer kürəsi 2 saat 40 dəqiqə ərzində öz oxu ətrafında neçə dərəcə dönür? Gəlin bunu hesablayaq. 1 saatımız 15 dərəcədir. Ona görə 2 saatı tapmaq üçün 2-ni vuracaq 15 dərəcəyə, edəcək 30 dərəcə. Bəs yer kürəsi 1 dərəcəni neçə dəqiqəyə dönür? 4 dəqiqə. Yəni 4 dəqiqə 1 dərəcə olduğu üçün 40 dəqiqəni də biz bölərik 4-ə. Taparıq neçə dərəcədir? Sonra da 30 dərəcənin üzərinə onu gələrik. Cavabı taparıq ki 40 dərəcə. Yəni yer kürəsi 2 saat 40 dəqiqə ərzində öz oxu ətrafında 40 dərəcə dönür. 16-nın doğru cavabı B variantıdır.
Keçdik 17-ci suala. 0 və 24-cü saat qurşaqlarının orta meridianları arasındakı vaxt fərqi. Vaxt fərqi yoxdur. Niyə? Çünki üst-üstə düşür. 0 və 24-cü saat qurşaqları üst-üstə düşdüyü üçün, yəni aradakı vaxt fərqi 0 saat olacaq. 17-nin doğru cavabı C variantı. 18 də yenə eyni sualdır. 0 və 24-cü saat qurşaqlarının orta meridianları arasındakı coğrafi uzunluq fərqi yenə 0-dır. Üst-üstə düşdüyü üçün coğrafi uzunluq fərqi yoxdur. 18-in doğru cavabı B variantıdır. Sual 19. Ölkə ərazisinin qərbdən şərqə doğru böyük məsafədə uzanması səbəb ola bilər. Daha çox təbii zonaların yerləşməsinə, xeyr, bu əgər şimaldan cənuba doğru daha çox məsafədə uzansaydı, bu ola bilərdi. Amma bizə deyir qərbdən şərqə doğru böyük məsafədə uzanır. B-yə baxırıq, iqlim qurşaqlarının çox olmasına. Yenə iqlim qurşaqlarında çox olması şimaldan cənuba qədər daha çox uzansaydı olacaqdı. Qərbdən şərqə doğru yox. C-yə baxaq, ölkə daxilində saat qurşaqlarının çox olmasına. Bəli, bizim doğru cavabımız C variantıdır. Çünki ölkə qərbdən şərqə böyük məsafədə uzanırsa, deməli daha çox coğrafi uzunluqlar keçir həmin ölkədən və coğrafi uzunluqların daha çox keçməsi təbii ki, saat qurşaqlarının da çox olmasına səbəb olur. 19-un doğru cavabı C variantıdır. Keçdik 20-ci suala. Euler Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 6-cı saat qurşağı, 18-ci saat qurşağı. Gəlin baxaq. 1. Greenwich ilə qurşaq vaxt fərqi 6 saatdır. Greenwich 0-cı uzunluqdur. Yəni 0-cı saat qurşağıdır. Və indi gəlin baxaq. 6-cı saat qurşağının Greenwich ilə vaxt fərqi həqiqətən 6 saatdır. Çünki 0 ilə 6 arasında 6 saat fərq var. 18-ci saat qurşağı da qərbdə yerləşdiyi üçün biz nə edirdi? 24-dən 18-i çıxırdıq, edirdi 6-cı edirdi 6, yəni 0 ilə yenə 6-cı saat bu tərəf qərbdə yerləşdiyi üçün həmin saat qurşağı arasında da fərq 6 saat olur. Ona görə 1 hər ikisinə də aiddir, yəni 3-ə aiddir 1. Yazaq onu. Elə bir gəlin bunu çəkim, daha aydın olsun. Baxın, bura 0-cıdır. Sonra 18-ci saat qurşağı buradadır. 24-dən 18 çıxanda, yəni 60 dərəcəlik qərb uzunluğuna aid olur. 6-cı saat qurşağı da üzr istəyirəm, 60 yox, 90. 15-ə vururuq da, çünki 24-dən 18-i çıxanda edir 6, 6-nı da 15-ə vuranda 90 olur. Birbaşa yazdım, ona görə səhv oldu. 90 dərəcə qərb uzunluğu. 6-cı saat qurşağı da 6-nı yenə 15-ə vuranda 90 edir. O da olacaq 90 dərəcə şərq uzunluğu. Yəni 0 ilə 90 dərəcə qərb uzunluğu arasında 6 saat var. Yenə həmçinin 0 ilə 90 dərəcə şərq uzunluğu arasında yenə 6 saat vaxt fərqi var. Yəni bu vaxt fərqini tapmaq üçün 90-ı təbii ki 15-ə bölürük. Deməli, 1 dedik ki, hər üçünə də aiddir. 2-yə baxırıq. Orta meridianı 90 dərəcə şərq uzunluğuna uyğun gəlir. Bu hansı idi? 90 dərəcə şərq uzunluğu hansı idi? Təbii ki 6-cı saat qurşağı idi. Yəni 1 aid olacaq. Bircə dəqiqə, daha doğrusu 2. 2 aid olacaq 1-ə. 2 aid olacaq 1-ə. Bura. Sonra yeni sutkanı Greenwich meridiana görə daha gec qarşılayır. Bu təbii ki qərbdə yerləşən olacaq. Çünki şərqdə yerləşən uzunluqda qərbdə yerləşən uzunluğa nisbətən saat irəlidir. Ona görə 90 dərəcəlik qərb uzunluğu, yəni 18-ci saat qurşağına aiddir. 3 aid olacaq 2-yə. Sonra keçirik 4-ə. 3 yarımkürədə yerləşir. Bu hər ikisinə aiddir. Həm 6-cı saat qurşağı,
həm 6-cı saat qurşağı, həm də 18-ci saat qurşağı 3 yarımkürədə yerləşir. Bu hansı yarımkürələrdir? Tutaq ki, 6-cı saat qurşağı yerləşir şimalda, cənubda, şərqdə. 18-ci saat qurşağı yerləşir şimalda, cənubda, qərbdə. Ona görə biz 4-ü aid edəcəyik hər ikisinə də. Keçdik 5-ə. Qurşaq vaxtı Bakının qurşaq vaxtından 3 saat irəlidədir. Bu, təbii ki, 6-cı saat qurşağına aiddir. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Ona görə 90 dərəcə şərq uzunluğunda saat 3 saat irəli olacaq Bakıdan. Yəni 5 aid olacaq 1-ə. 6-cı saat qurşağına. 6. ABŞ və Kanadanı kəsib keçir. Bu da təbii ki, aiddir 18-ci saat qurşağına, yəni 6 aid olacaq 2-yə. Deməli, 1-ə 2, 5, 2-yə 3, 6, 3-ə 1, 4. Doğru cavab 20-də D variantıdır. Bu videoluq bu qədər. Gələn test tapşırıqlarında görüşmək üzrə. Kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Sağ olun.